Tamaşaçılar, əziz futbol sevərlər, Misri Premyer Liqasında 6-cı tur çərçivəsində növbəti qarşılaşma bir neçə dəqiqə sonra Azərsun Arenada start götürəcək. Qarabağ və Qəbələ komandaları üz-üzə gələcəklər. Oyunçular bir-birlərini salamlayır. Gəlin biz də heyətlərlə tanış olaq. Başlayaq meydan sahibi Qarabağ kollektivinin start 11-liyindən. Qapıda 99 Matış Koxalski, 13 Bəhlul Musafazadə, 44 Elvin Cəfərquliyev, 10 kapitan Abdullah Zubir, 81 Kevin Medina, 20 Kadi Borges, 2 Mateus Silva, 15 Leandro Andrade, 35 Pedro Picalho, 11 Emanuel Aday və 17 Camilo Duran. Baş məşqçi, təqdimata ehtiyacı olmayan Qurban Qurbanov. Baş hakim Rauf Cabbarov, onun köməkçiləri yan xətlərdə Tərlan Talibzadə və Şirmamed Mamedov olacaq. 4-cü hakim funksiyalarını isə Elvin Bayramov yerinə yetirəcək bu maçda. Eyni zamanda VAR otağında iş başında Cavid Cəlilov və onun assistenti Kamran Bayramov olacaq bu 90 dəqiqə ərzində. İlk püşk atıldı. İşarəsini verdi və onun başladı. Qarabağ Qəbələ Misri Premyer Liqası 2025-2026-cı illər mövsümü 6-cı turun qarşılaşması. Prince Olusu qaydanı pozur. Dərhal ayağından çox ciddi zərbə aldı burada Mateus Silva və